Narlar çürüməsin deyə demişdim, resept paylaşacağam. Artıq nar çiçəyi açıb. Resepti baxın bura yerləşdirəcəm inşallah. Resepti bura yerləşdirəcəm. Cümlələr mənə aiddir. Sadəcə süni intellektlə onu biraz gözəl bir formata gətirmişəm. Kim istəsə SS eləyib götürər. Yəni bacardığımı da üzərində qeyd eləməyə çalışacağam ki, orada neçə litr hamısını qeyd eləmişəm. Ola bilər aldığınız dərmana firmasına görə qram dəyişə bilər 100 litrə. Onu da etiketə mütləq baxıb bitkinizə tətbiq edin. Reqlamenti oxuyub tətbiq edin. Mən bunu pulsuz verirəm, çünki bu qidalanma proqramı çox istəyirdilər hər kəs. Paylaşıram. Allah xeyrinizi versin. İnşallah bu il ondan istifadə edərsiniz. Dərmanlardan da doza uyğun, dediyim kimi etiketə uyğun istifadə edib. İnşallah ki, bu il narlarda keçən il 10 dənəsə, bu il 5 dənə, 3 dənə və yaxud da olmaz. Çox sağ olun. Olacaq, amma az olsun. Çox sağ olun.